Azərbaycan Boks Federasiyasının prezidenti, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Böyük Britaniyanın BBC telekompaniyasını və yerli mətbuatı hədələyib. Buna səbəb BBC-nin bir neçə gün öncə Azərbaycan Boks Federasiyasının fəaliyyətində korrupsiya izləri olduğunu bildirən video material yayımlamasıdır. BBC-nin Newsnight televerilişində Azərbaycandan Beynəlxalq Boks Təşkilatına milyonlarla dollar məxfi ödəmələrə dair dəlillər aşkar edildiyi bildirilir. BBC-nin məlumatına görə bu qurum 2012-ci il London Olimpiyadasında Azərbaycan yığmasının 2 qızıl medal qazanmasının təmin olunması üçün İsveçrədəki hansısa özəl səhmdardan 9 milyon dollar pul alıb. Beynəlxalq Həvəskar Boks Assosiasiyası etiraf edir ki, Azərbaycan vətəndaşı yarışlardan birinin fonduna 9 milyon dollar pul köçürüb. Lakin ayıba razılaşdırılmış medallar üçün sövdələşmə olduğunu inkar edir. Beynəlxalq Boks Təşkilatının rəhbəri İvan Xodabaxş Azərbaycanla hər hansı sövdələşmələr haqqında ittihamları tamamilə yalan adlandırıb. Lakin Newsnight-da olan sənədlər İvan Xodabaxş, AYBA-nın icrası direktoru Xokim və Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov arasında 10 milyon dollarlıq kredit haqqında investisiya sazişi ilə bağlı məlumat olduğuna dəlalət edir. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov qızıl medal üçün rüşvət verilməsi iddiasının yanlış olması ilə bağlı ölkə televiziyalarına müsahibə verib. BBC televiziyasının həm AYBA haqqında, həm də Azərbaycan haqqında verdiyi böhtan xarakterli məlumatları təkzib eləmək, təbii ki, bu onlar öz cavablarını alacaqlar. Nə mənada ki, adi bir hansısa bir kiminsə məlumatına əsasən qeyri-ciddi bir məlumatı dünya ictimaiyyətinə ötürmək bu heç yaxşı şey deyil. Ona görə də onlar cavab verməlidirlər bu etdiklərinə görə və AYBA-da, Azərbaycan Boks Federasiyası da əlində hər bir fakt var ki, bunların söylədikləri Boks Federasiyasına, Dünya Boks Federasiyasına, o cümlədən ayrı-ayrı adamlara atılmış böhtandır. Federasiya rəhbəri BBC-nin məlumatlarına Azərbaycan mətbuatı tərəfindən verilən reaksiyadan təəssüfləndiyini də bildirib. Yerli müxalifət mətbuatı və orqanları hər dəfə Azərbaycana qarşı olan böhtana qoşulurlar və Azərbaycanın uğurlarına sevinmirlər deyən Heydərov belə davam etməyəcəyini vurğulayıb.